Salam dostlarım, mən Marqasmaski. Bugün sizlərlə necə Lamborghini modu, BMW modu necə yüklənir onu göstərəcəm. Çox asan moddur. Mən işləmişəm, bu dəfə də sizə göstərəcəm. Birinci BMW modunu göstəreyim. Lamborghini rəngi qəşəng deyə qalsın. BMW'miz gəldi. Onu basırsan dedim. Ondan sonra beləsinə maşınlar gəlir. BMW-də Lamborghini maşınlar gəlir. Başqa beləsinə mod yoxdur. Mən Nissan GT-R görmüşəm, amma səhv görmüşəm. Yəqin ki BMW-ni görmüşəm. Yeniliklərdən necə yüklənir onu göstərəcəm. Birinci oyunu silməyəcəm. Sizə belə göstərəcəm. Ve gelirsiniz. Yazırsınız. Ruzu mod net. Yazandan sonra yukarıda Ruzu net yazın. Onu tıklayırsınız. Tıkladıktan sonra aşağı düşüb bu BMW onlar mən yükləyəməmişəm. Bir gün yüklənməyə denəyəcəm. Qabağınızda V2 siz bunu da yükləyə bilərsiniz. Mən desə onu yükləmişəm. Mən bunu yükləyəcəm. Sizə ən birinci onun yükləməsini göstəreyim. Həm də bunun yüklənməsini öyrənib onu da öyrənə bilərsiniz. İndi direkt çıxacaq qabağınıza. Nə oldu? Belə elədikdən sonra üstünə təzən yana tıklayırsınız. Təzən yana çıxdınız. Təzən yana tıklayın. Tıkladıktan sonra doğulanı da basırsınız. Yine bu çıxdı dedik. Ondan sonra təzən yana basıb təzən yana doğulan. Sonra gəlirsən mod menü yazacaq. Bastınız. Yeniden indirine siz bastınız. Etrafıya basın. Ve GTA San Andreas modunuz yüklənir. Yüklendikten sonra oyuna girip açı basıp oynayabilirsiniz. Video like atıp abone olmayı unutmayın. Sağ olun. Salamat kalın.